Salam əziz dostlar, bu videoda sizlərə sinuslar teoreminin 2 isbatını göstərəcəm. Sinuslar teoremi bundan ibarətdir ki, verilmiş ABC üçbucağında hər bir tərəfin onlar qarşısında duran bucağın sinusa olan nisbəti bir-birinə bərabərdir. Yəni, A bölünsün sinus alfa bərabərdir B bölünsün sinus beta, bu isə bərabərdir C bölünsün sinus qamba. Bərabərliyi doğrudur. Bu videoda 2 isbatını göstərəcəm. Birinci isbat. Birinci isbat bundan ibarətdir ki, verilmiş ABC üçbucağında əgər iki tərəf məlumdursa və onlar arasındakı bucaq da məlumdursa, bu zaman biz sahəni hesablaya bilərik. Yəni, S bərabərdir 2də 1 AC vurulsun sinus beta. Digər tərəflər üçün də yazsaq, S bərabərdir 2də 1 AB vurulsun sinus qamba. Və CB tərəf üçün də yazsaq, S bərabərdir 2də 1 C vurulsun B vurulsun sinus alfa almış olarıq. Hər üçü də sahə düsturudur. Onda belə çıxır ki, üçü də bir-birinə bərabərdir. Yəni, 2də 1 AC vurulsun sinus beta bərabərdir 2də 1 AB sinus qamba. Bu isə bərabərdir 2də 1 C vurulsun B və sinus alfa. Hər tərəfdən 2də 1-lər gedər və verilmiş ifadədə biz bütün tərəfləri ABC-yə bölsək, o zaman alarıq ki, AC sinus beta bölünsün ABC bərabərdir AB sinus qamba bölünsün ABC və bərabərdir CB sinus alfa bölünsün ABC. Buradan da A-lar və C-lər ixtisar gedər. Burada da A ilə B-lər ixtisar gedər. Və burada isə CB bunlar ixtisar gedər. Alarıq ki, sinus beta bölünsün B bərabərdir sinus qamba bölünsün C bərabərdir sinus alfa bölünsün A. Və verilmiş bu ifadəni biz tərsinə çevirsək, yuxarıdakı ifadəni almış olarıq. Bununla da teorem isbat olundu. Bir isbatı bu. İkinci isbatı verim. İsbat 2. Bizə verilmiş ABC üçbucağında A təpəsindən BC tərəfinə bir hündürlük çəkərik. Bu daha sərgəli çəkək. Bir hündürlük çəkərik. Və deyək ki, bu hündürlüyümüz burada olsun. Bir H və buranın da hündürlüyü olduğunu biliriksə, yazaq üstə. Deməli, burada bu bucağın sinusu, yəni sinus beta bərabərdir. Burada düzbucaqlı üçbucağı alınıb. ABH düzbucaqlı üçbucağı. Qarşıdakı katetin hipotenuza olan nisbəti, yəni H-ın C-yə olan nisbəti. Buradan alarıq ki, H bərabərdir C vurulsun sinus beta. Eyni üsulu digər düzbucaqlı üçbucağa tətbiq etsək, alarıq ki, sinus qamba bərabərdir H-ın B-yə olan nisbəti. Və buradan da alarıq ki, H bərabərdir B vurulsun sinus qamba. Hər ikisində də H-dır. O zaman belə çıxır ki, bu ifadələr bir-birinə bərabərdir. Yəni, C vurulsun sinus beta bərabərdir B vurulsun sinus qamba. Buradan da alarıq ki, D bölünsün sinus beta bərabərdir C bölünsün sinus qamba. Və bununla da teorem isbat olundu. Digər bucaq üçün isə, alfa bucağı üçün isə, bu bucaq üçün isə
biz AC tərəfinə hündürlük çəkib oradan da göstərə bilərdik. Sağ olun, növbəti videolarda görüşənə qədər.